Günay Adnayevanın Biz Birlikte Kiberbolik'e qarşı layihəsinin yekun hesabat tədbirindən xoş gördük. Biz bu tədbirə qeyd olunan mövzu üzrə əldə etdiyimiz nailiyyətləri müzakirə etmək üçün toplandıq. Tədbirin gedişatında layihə sayəsində qazandığımız uğurları və ilərləyişləri sizinlə bölüşəcəyik. İcazənizlə layihə ərzində görülən işlər, fəaliyyətlər, iştirakçıların rəyləri və layihənin pozitiv təsirləri haqqında çıxış etmək üçün sözü layihənin rəhbəri Günay Adnayevaya verək. Herkese salamlayıram. Hoş geldiniz qonaqlar, şagirdlər və müəllimlər. Bugün bildiğiniz gibi mənim layihəm olan Biz Birlikte Kiberbolik'e qarşı hesabat tədbiridir. Ümumiyyətlə, qısa məlumat və çox vaxtınızı almaq istəmirəm. Belə deyək, layihəmiz əsasında işləri 3 mərhələyə bölmüşdük. Birinci mərhələ sorunların təşkili və təlimlərin təşkil olunması idi. Sorunlarda müəyyən olundu ki, 2500'e yaxın şagirdin iştirak edən sorumluluqda və müəyyən olundu ki, hər məktəbdə şagirddən biri kiberbolikə məruz qalır. Bu məruzələrdən mən sizinlə birlikdə paylaşmışdım. Həmçinin ikinci mərhələdə isə təlimlərin keçirilməsi idi. Təlimlərdə ümumilikdə 6 məktəb üzrə 12 müəllim və 24 şagird iştirak etmişdir və təlimlərimiz uğurla yekunlaşmış, qiymətləndirmə prosesi həyata keçirilmişdir. Üçüncü mərhələdə isə video tədqiqat müsabiqəsi və anti-kiberbolik aylığı idi. Bu aylıq çərçivəsində təlimlərdə əldə etdiyimiz bilik və bacarıqları məktəb şagird kontingentinə çatdırmaq və video tədqiqat müsabiqəsində əsas məqsədi şagird kontingentinə kənarda da bu işi, kiberbolik haqqında məlumatlığı artırmaq idi və deyərəm ki, mən qoyduğum məqsədə çatdım. Video tədqiqat müsabiqəsində şagirdlərin hazırladığı video təqdimatları 2000'e yaxın insanlar izlədi və 20'ye yaxın müxtəlif saytlarda paylaşımlar həyata keçirildi və bu da bizim layihə qoyduğumuz məqsədi çatdığımıza layiq olduğumuzu göstərdi. Dediyim kimi, daha çox vaxtınızı almaq istəmirəm. Məktəblərə çox təşəkkür edirəm, bütün məktəblərə. Mənə yaxınlan yeni birləşdə yerləşən 6 məktəbin 6'sı da mənə çox köməkli göstərdi. Şagirdlərimiz həqiqətən elə şagirdlərlə tanış olduq bir təlim əsasında. Fəxr elədik ki, bizim gələcəyimiz əmin əllərdədir. Çox gözəl fikirlərini ifadə edirlər, çox gözəl işlər qoydular ortaya. Yəni, indi siz özünüz də video təqdimatlarda görəcəksiniz. Yəni, və bundan sonra layihəmizin bugün bitməsinə baxmayaraq, bizim əlaqəmizin həm məktəblərlə bitməyəcək, hər noyabr ayının son həftəsi anti-kiberbolik aylığı həftəsi keçiriləcək və həmin məktəblərlə əməkdaşlıq etdiyimiz məktəblərlə anti-kiberbolik qruplarının üzvləri ilə birgə işlər təşkil olunacaq və onlar da yenidən xəbərlərdən, müxtəlif sosial şəbəkələrdə işıqlandırılacaq. Diqqətinizə görə təşəkkür edirəm, uşaqlar, hər birinizə təşəkkür edirəm. İndi tədbirimizə baxaq, həmçinin tədbir sonunda sertifikatlar veriləcək həm şagirdlərə və müəllimlərə və video təqdimat müsabiqəsinin qalibi mükafatlanacaq. Qısa bu 6 ay ərzində gördüyümüz işləri 4 dəqiqəyə sığdırmağa çalışmışam. 4 dəqiqə ərzində görülmüş işlərlə bağlı video təqdimatı izləyək və orada daha ətraflı məlumat əldə edəcəksiniz. Buyurun.
qalib gəlmiş. Biz birlikdə Kiperboliyaya qarşı layihəsinin gedişatı haqqında çıxış etmək üçün sözü 278 nömrəli tam orta məktəbin direktoru Sevinç Hüseynovaya veririk. Adnay və Günay müəllimənin 8-ci Frans müsabiqəsindəki qurduğu layihənin işığına toplaşmışıq. Biz bu layihədə müəllimə qeyd etdik ki, 6 yaxın məktəblərlə müəllimə çalışıb. Bu layihənin bir üstünlüyü onda oldu ki, şagirdlərimiz arasında bu məktəblər arasında dostluq bir körpüsü yarandı müəllimlərə. Müəllimlərimiz arasında əməkdaşlıq körpüsü yarandı deyərək. Təlimlərimizdə iştirak edən bayaqlar yox çapdan da ümumiyyətlə belə təlimlərdə çalışırdım, özüm də iştirak edim. O şagirdlərin təlimdə iştirakında o qədər gözəl münasibət, sağlam münasibət, dostluq, yoldaşlıq münasibətləri yarandığı gördük. Və ümid edirik ki, bu dostluq, bu yoldaşlıq, bu münasibət daha da genişlənəcək, daha da böyüyəcək. Və inanırıq ki, bu layihənin sayəsində şagirdlərimizin öyrəndikləri, şagirdlərimizin özünə və yoldaşlarına gələcəkdə ötürəcəyi bir mesaj olacaq. Şagirdlərimiz arasında, özləri və yoldaşları arasında böyük həlledici bir rol oynayacaq. Biz Günay müəllimə cavandır, öz üzərində işləyən bir müəllimədir. Uğurlar arzu edirik. Müəyyən çətinlikləri, o çətinliklər deyəndə ailə vəziyyətinin, övladlarının körpü olmasına baxmayaraq, onun özünə inamı bu layihədə iştirak etməsinə sübut etdi və müəllimə birinci iştirakından bu layihədə qalib uğur qazandı. Və inanırıq ki, Günay müəllimə bundan sonra da böyük bir layihələrdə uğur qazanacaq. Çünki Günay müəllimə çox arzu edirəm ki, bütün məktəblərdə Günay müəllimə kimi bacarıqlı müavinlərimiz, Günay müəllimə kimi səmimi, mehriban, insanlığı özündə cəmləşdirən sağlam insanlar məktəblərdə çalışsınlar. Məktəb direktoru olaraq mən Günay müəllimədən çox razıyam. Çünki özünü məktəbə, təhsilə fəda edən bir şəxsiyyətdir. Günay müəllimə haqqında çox danışa bilərik. Bütün qadınlığa, gəlinliyə, qızlığa aid ən müsbət keyfiyyətlər Günay müəlliməmizdə cəmləşib. Təbrik edirik Günay müəllimə, uğurlu olsun. Biz deyərik ki, ilki bu cür qoymuşsunuzsa, inanırıq ki, gələcəkdə təhsilimizlə bağlı böyük layihələrə imza atacaqsınız. Mən şəxsən buna inanıram, bu gücü, potensialı da sizdə görürəm. Uğurlu olsun, düşərli olsun, gələcəyin parlaq olsun deyirik. Xoş oldu sizlər dərsləri burada görmək. Qonşu nə qədər dostluğu möhkəm olarsa, qonşun necə sağlam olarsa, bir o qədər ətraf özümüzə doğru, dürüst ətrafı yığmış oluruq. Bu layihədə də hər zaman nə vaxt Günay müəllimə məktəblərdən kömək, dəstək istədirsə, siz onlara hər zaman əllərinizi uzatdınız, yox demədiniz. Öz bilirəm ki, bütün məktəblərdə çətinliklər var, bu dəqiqə gərgin, hər bir məktəbdə gərgin işdir. Ancaq ona baxmayaraq müəllimənin layihəsində yanında oldunuz, məktəblərdə görüşlərini təşkil elədiniz, şagirdlərlə gəlib iştiraklarını təmin etdiniz. Sizə də sonsuz minnətdarlığımı bildirirəm. Var olun, yenə də deyirəm, mənim üçün xoşdur ki, belə bir layihədə biz bir cəmləşdik, bir ortaq müxrəcə gələ bildik. Uğurlar arzu edirik hər birinizə. Yəqin ki, burada bugün şagirdlərimizin də bir-birinə gözəl çıxışları var, onları da izləyək. Çox sağ olun.
aktual məsələyə qıdan müəllimlərin toxunması və bunu qrant müsahibəsində layihə formasında təqdim edilməsi həqiqətən təqdirə layiq bir haldır. Bu layihə çərçivəsində